Sinema Radyo. Aziz dinleyiciler, Dost Sinema rubrikasına keçid aldıq. Bugün də çox maraqlı qonağımız var. Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri və bu siyahını elə davam etdirə bilərəm. Çox yaxşı tanıdığımız Ayaz Salayevdir. Xoş gəldiniz. Salam, çox sağ olun ki, dəvət eləmisiniz. Ayaz müəllim, necəsiz? Sağ olun, çox sağ olun. Ayaz müəllim, kinonu, təbii ki, kinodan danışacağıq sizinlə. Başqa nədən danışacağıq? İncəsənət növü hesab eləmək olar kinonu? O, ümumiyyətlə, bir necədir, insanı insan hesab eləmək olar, yoxsa yox. Kino incəsənətin bir növüdür və kino bu baxımdan bir möcüzədir ki, 1000 illiklər ərzində gözümüzün demək olar ki, qabağında meydana gələn yeganə incəsənətin bir növüdür. Yəni, haçan poeziya yaranıb, memarlıq, teatr və s. biz bilmirik. Çox uzaq vaxtlarda insaniyyət, sivilizasiya dünyasına qədəm qoyanda onlar yaranıb və 1000 illiklər ərzində bir dənə də incəsənətin bir dənə də növü yaranmayıb və ən əhəmiyyətli incəsənətin növlərindən biri kino yaranıb. Bu bir möcüzədir və incəsənətin təbii bir növüdür. Əgər siz kinonun, yəni bu kinonun şah əsərlərini görən adamlar bunu heç vaxt deyəməz bu incəsənət növüdür ya yox və o cümlədən Azərbaycan kinosunda da dünya səviyyəsində şah əsərlər var, onlar az da amma onlar var. Ona görə də təbii ki, incəsənətin bir növüdür və dövrü çox dərinliklə hər tərəfli əks etdirən bir incəsənətin bir növüdür. Ayaz Salayev kinonu dərindən bilən nadir insanlardan biridir desəm yanılmaram. Əsl kinonun kriteriyalarını saysaz ilk üçlükdə, bax sizin üçün Ayaz müəllim, nə ola bilər? Sənət əsəri olmalı. O kriteriyalar musiqini, simfoniyanı, sənət əsəri nə eləyir? Bədii obraz, ədəbi, romanı, poeziya, şeiri, abidəni nə eləyir? O da kinonu eləyir. Kinoda sənət əsərləri var, şah əsərləri. Bunlar bizim dünya haqqında təsəvvürlərimizi zənginləşdirir. Bizim, necə məsələn, simfoniya, siz simfonik konsertində oturmusunuz, təsəvvür edin. Və o vaxt ki, siz görəndə ki, bu musiqi sizin içinizdə nə ilənsə səslənir və hansısa sizin olan dərin, hansısa hisslərinizi keçirdiyinizdə ifadə eləyir, əks etdirir. O zaman siz başa düşürsünüz ki, siz yəni mürəkkəb, inkişaf etmiş bir insansınız. Necə məsələn, klassik musiqi yaxud ədəbiyyat insanın daxili aləmini zənginləşdirir, o cürdə sənət əsəri olan film. Və məni başa düşənlər üçün bu dərin bir söhbətdir, başa düşməyənlər üçün bir demagogiyadır, boş söhbət. Dünyada müxtəlif festivallar, tədbirlər keçirilir kino ilə bağlı. Son zamanlar mobil telefona çəkilən filmlər çox populyardır. Buna necə yanaşırsınız? Sualınızı başa düşmürəm. Telefona çəkilən filmi... Yox, təbii telefona mən görməmişəm. Sənət əsəri görməmişəm. Bəlkə var, mən görməmişəm. Mənim xəbərim yoxdur. Yəni film hesab etmək olmaz. Klassik kinodan danışaq. Kinodan, mobil telefondan, yox festivallardan, yəni kinodan danışaq. Klassik kino dedikdə ilk ağlınıza gələn hansı filmlər ola bilər? Hansıları sadalaya bilərsiniz? Mən səhərəcən oturub sadalaya bilərəm. Böyük əsərlər var. Bergman'ın, Kurosawa'nın, Fellini'nin, Chaplin'in, Kubrick'in, yüzlərcə sənət əsərləri. Bəs Azərbaycan kinosunda nəzərə alsın? Azərbaycan kinosunda mən istədim. Gələn il və mən bu haqda bir yazı hazırlayıram və ümumiyyətlə ictimaiyyətin diqqətini də buna cəlb eləmək istəyirəm. Dünya kinosunun bir sıra yox, bir çox ən nüfuzlu kino şünasların, kino tarixçilərin, kino tənqidçilərin, kino rejissorların siyahısında dünya kinosunun 10 ən gözəl əsəri siyahlarda bu film var. Bu film dünya kinosunun klassik irsinin bir nümunəsi kimi sayılır.
Avropada xüsusilə çox kino həvəskarları, ziyalılar, intellektuallar arasında çox sevilən bir filmdir. Jean-Luc Godard kimi böyük sözün tam mənasında böyük rejissorun ən sevimli filmlərindən biridir. Və 1995-ci ildə bu kinonun 100 illiyinə həsr elədi. Dünya kinosu belə bir fraqmentlərdən ibarət bir film və o filmdə o siyahıya, o filmdən də epizod ora düşüb Mavi Dənizin sahilində filmi Boris Barnard və Səməd Mərdanovun 1936-cı ildə çəkdiyi film gələn ildə bu filmin 90 yaşı tamam olur və bu mən elə gəlir ki, bu yubileyi biz çox bu yubileyə diqqətli olmalıyıq və hər tərəfdən təkcə Bakıda yox, məsələn Avropada da, Türkiyədə də, Rusiyada da hər yerdə bu filmin yubileyini biz qeyd eləməliyik. Mənə elə gəlir ki, bu filmlə bağlı albomlar da çıxmalıdır, kitablar da, verilişlər də və sənədli film, bu filmə həsr olunmuş sənədli film və s. və s. Bu həqiqi bizim fəxrimizdir bu film. Amma burada o qədər də məlum deyil, o qədər də populyar deyil. Sizcə kinonu dövlət qorumalıdırmı? Təbii kino incəsənətin bir təkrar edirəm növüdür. Və o cümlədən kino milli mədəniyyətin bir hissəsidir. Milli mədəniyyətin bir hissəsidir. Hər hansı millət üçün, hər hansı xalq üçün kino bir güzgüdür. Ki bu millət, xalq güzgüyə baxanda özünü dərk edə bilsin. Özünü dərk edə bilməyən xalq və millət inkişaf etmir. Necə ki, hər hansı bir insan özünü dərk edə bilməyən bir insan, özü haqqında düşünməyən bir insan, daxili aləmi olmayan bir insan inkişaf etmir. Və bu başa düşməli ki, dediyim demagogiya deyil, dediyim boşboğazlıq deyil. Bu bir. İkincisi, biz xalqın iradəsi və ilk növbədə ölkə başçısının dahiliyi, sözün tam mənasında dahiliyi sayəsində qələbə çaldıq və tarixdə neçə yüzilliklər ərzində ilk dəfə olaraq torpaqlarımızı qaytardıq. Amma müharibə bitmədi. Belə bir müharibə bitdi, amma ideoloji müharibə, informasiya müharibələri, mədəniyyət sahəsində müharibələr davam edir. Və bunlar da çox təhlükəli bir müharibələrdir. Və bu müharibələrdə kinonun rolu mən deyərdim ki, əvəzsizdir. Dövlət, indi gəlin bir düşünək. Dövlət kinoya diqqət yetirməsə nə ola bilər? Siz mobil telefon haqqında sual verdiniz. İndi mobil gəlin deyib qaydaq misala. Mobil telefonla film çəkmək artıq mümkündür. Və ümumiyyətlə fotoaparata bənzəyən kameralar da var. İndi rəqəmli dövrdür. Və film çəkmək insan heç kimdən xəbərsiz də eləyə bilər. Və indi festivallar var ki, Azərbaycana qarşı, yaxud da bizim millətimizi geridə qalmış və göstərən filmlərə bunlar, yəni qayğı göstərir. Bunlar onları dəstəkləyir və s. və s. İndi belə bəzi filmlər var və belə bir kino çəkilə biləcək və gələcəkdə indiki Azərbaycan haqqında təsəvvür, gələcəkdə, hal-hazırda bugün xaricdə və gələcəkdə hamı tərəfdən Azərbaycan təsəvvür belə bir yəni. Keçmişdə Azərbaycanın buymuş. Digər tərəfdən də onu maddi, yəni insan özü maddi rels tərəfini qoysanız, biz özünüz görürük, kommersiya filmlər nə dərəcədə olan səviyyəsi aşağıdır, nə dərəcədə onlar xalqın, millətin zövqünə nə dərəcə böyük zərbə vurur və ümumiyyətlə sənətkarı ticarətçi eləmək
sənətkarı məcbur etmək, o belə bir film çəkməli ki, o bazara çıxa bilsin. Heç olmasa çəkildi, yanılsa xərcləyib pulları qaytara bilsin. Belə bir adam biz kimi sənətkar qalmalıdır. Biz onu kimi alverçiyə çevirəcəyik. Sənətkarı alverçiyə çevirmək və bununla hər hansı bir sənətin, o cümlədən kinonun başlıca vəzifələrindən biri mənəvi dəyərlərin maddi dəyərlərinin üstün olmağını göstərməkdir, ifadə etməkdir. Mənəvi dəyərlərin maddi dəyərlərin üstündən olmağı məcbur et ki, bizim uşaqlar getdi və Qarabağa qaytardı. Həmin bu hava-havayla, həmin bu qəlblə və bu qalmalıdır. Bu müharibədən sonra da qalmalıdır. Onda mənəvi olaraq xalq, millət inkişaf edə bilər. Əks halda o inkişaf olmayacaq və s. Bu çox təhlükəli prosesdir. İncəsənətə və o cümlə kino isə istehsalat. Ümumiyyətlə, onu da deyim ki, istehsalat olmalıdır. Təkcə insanları xidmət edən adamlara, sürücülərə, bilmirəm, ofisantlara, satıcılara çevirmək olmaz. İnsan özü həm istər harda, istər kənd təsərrüfatında, istər harda, fabrikada insan öz əli ilə nəsə yaratmalıdır. İstər bu yazıcı roman yazmalıdır, rejissor film çəkməlidir, bilmirəm, çoban qoyun otarmalıdır və ət məhsulu yaratmalıdır, cərrahi əməliyyat aparır. Yəni, insan öz əli ilə nəsə yaratmalıdır. O cümlədən kinoda bu istehsalat çox mühümdür. Çox mühümdür. Tariximizi ekrana gətirmək və keçmişimizi müasir tamaşaçıya doğma eləmək, yəni köklərin üstündə yaşamaq, bu son dərəcə vacib bir şeydir. Bizim elə filmlərimiz var, elə bilirik ki, var. Əslində olmalıdır. Bəzən belə bir məntiqə əsaslanırlar ki, filmlər zəifdir, ona görə də biz artıq vəsait buraxmamalıyıq. Mən burada heç kimi müdafiə eləmək, müasir kinonu da, onunla idarə edənləri də bura müdafiə eləməyə gəlməmişim. Mən sadəcə onu demək istəyirəm. Təsəvvürün ki, bir xəstəxanadır, orada insanlar müalicə olunmur, ölür. Neynəmək, xəstəxananı bağlamaq lazımdır. Yox, orada vəziyyəti yaxşılaşdırmaq lazımdır. Onun üstündə işləmək lazımdır. Yəni, bəli ki, yəni biz də filmlər, yaxşı filmlər çəkilmir, gəlin pul buraxmıyor. Yaxşı filmlər niyə çəkilmir? Deməli, biz deməliyik ki, bir də insanlar, kinonu, adamlar, ictimaiyyət, Azərbaycan xalqı, Azərbaycan milləti kino çəkə bilmir. Elə çıxır. Biz millət haqqında, xalq haqqında deyə bilərik ki, kino çəkə bilmir. O nəysə bacarmır. Deyə bilərik onu, heç vaxt. Belə. Sadəcə bir çox bizim qonaqlarımız, o cümlədən elə siz dediyiniz kimi kino xadimləri, rejissorlar olsun, çox vaxt kinonu bizneslə müqayisə edirlər. Bəs ona münasibətiniz necədir? Necə müqayisə edirlər? Yəni, kino onlar üçün bir biznesdir, incəsənət növü deyil. Yəni, onlar sırf biznes, pul qazanmaq üçün bununla məşğuldurlar. Siz onları necə adlandırdınız? Rejissorlar, kino xadimləri. Mən özünüz bunları o cür adlandırırsınızsa özünüz bilərsiniz. Mən bu adamlarla kinoya gəlir, gətirən bir vasitəyə kimi. Yoxsa şöhrət, ancaq şöhrət gətirə bilən bir vasitəyə kimi yanaşan adamlar, mən onlarla oturub durmuram, heç onları tanımaq da istəmirəm. Biz ayrı kinonun məqsədi sənət əsəri yaratmaqdır. Sənət əsəri yaratmaqdır. Və tamaşaçıların da səviyyəsi qalmalıdır, baxıb onu başa düşsün. Başa düşmək üçün inkişaf eləmək lazımdır. Məsələn, adlarınızda bəstəkarlar var ki, hamı deyik, var böyük bəstəkardır. Mən başa düşmürəm onları. O nə deməkdir? O demək ki, mən başa düşmürəm. Mənim səviyyəm çatmır.
O demek değil ki ben başa düşmürəmsə gəlin bu bəstəkar. Mən qulaq asıram, özüm üzrə nə işləyirəm. Boş vaxtım olanda o bəstəkarın əsərlərini qoyub qulaq asıram, çalışıram. Başa düşürəm. Yəni nə istəyən başa düşmürsən, hörmətlə yanaşmaq lazımdır. Biz hamıdan burada ağıllı deyil. O cümlədən o adamlar ki, kinoya artıq Milli Məclisdə vəsait buraxmaq istəmir. Bunlar hesab eləməsinlər ki, onlar hamıdan ağıllıdır, hamıdan savadlıdır. Mən elə o mövzuya toxunmaq istərdim. Kinoya dövlət dəstəyinin göstərilməsi necə olmalıdır? Mən yenə deyirəm, mən bura pul söhbəti aparmağa gəlməm. Söhbət vəsaitdən getmir. Söhbət kinoya diqqətdən və hörmətdən getməlidir. Burada kinonun inkişafın yolları bu haqda düşünmək lazım. Ona görə də mən heç kimi bura müdafiə eləməyə gəlməmişim. Əziz müəllim, son illər... Sadəcə kinonun əhəmiyyətini dərk etmək lazımdır və ümumiyyətlə mədəniyyətin. Biz artıq 30 ildən çoxdur ki, nəyik? Müstəqilik. 100 ildən artıq, 200 ilə, 2 əsrə yaxın bir dövrdə biz Rusiyanın içindəydik. Həm Oktyabr çevrilişindən əvvəl, sonra da Rusiya və istər-istəməz bizim incəsənətimiz, mədəniyyətimiz, ədəbiyyatımız bunun içində bunun təsiri vardı, formalaşırdı və s. İndi biz artıq bu haqda düşünmək, bu təkcə bizim problemimiz deyil. Elə bilirsiniz, mən baxıram, Qazaxstanda çəkilən filmlər, Qırğızstanda və Özbəkistanda, lap Gürcüstanda, lap o gözdən Erağistanda və s. Hər birisi onların kinematografiyası yoxsa incəsənəti güclüdür. Yox, amma onlar məni maraqlandırır, bizim ölkəmiz, mənim vətənim maraqlandırır. Heç kim düşünmək lazım ki, milli mədəniyyət hansı yollarla inkişaf etməlidir, necə inkişaf etməlidir. Əziz müəllim, sonuncu pitchingdə iştirak etdiniz. Nələri müşahidə etdiniz bölüşüm üzrə? Köhnə pitching. Bilirsiniz necədir? Mən bu suala səmimi cavab versəm, o adamlar ki, kinoya artıq vəsait buraxmaq istəsələr, ondan özlərinə bir şey qazanacaq. Öz hərəkətdə bir bəraət tapacaq. Ona görə də gəlin vaxtda. Sənətkar özünə hörmətlə yanaşmalıdır. İlk növbədə özünə. Deməlidir ki, bunun vəzifəsi sənətkar olmaqdır, peyğəmbər olmaqdır. Zamanı öz qəlbindən keçirib ekrana gətirməkdir. Həyata diqqətli olmaqdır. Öz millətini, torpağını sevməkdir. Buna görə çox savadlı olmaq lazımdır. Özünü dünya mədəniyyətinin bir hissəsi kimi dərk etmək lazımdır. Savad, təhsil, onsuz olmur. Bax, bunu demək istəyirdim ki, bu adamları formalaşdırmaq lazımdır. Mən bilmirəm hələ necə, amma buna diqqət yetirmək lazım. İlk növbədə savad, təhsil, o çox vacib bir şeydir. Dünya simfonik musiqisini başa düşməyən, poeziyanı, həm milli, həm xarici şeyləri əzbər bilməyən, dünya ədəbiyyatından xəbəri olmayan, memarlıqdan xəbəri olmayan, fəlsəfədən xəbəri olmayan adam kinoya yaxın da gəlmir, yaxın buraxmalı. Sizcə, ekranda hansı mövzular üstünlük təşkil etməlidir? Bu haqda bir siyasət aparılmalıdır. Hansı mövzular? Mən sizə deyim. Çox gözəl sualdır. İndi gəlin bir düşünək. Və siz lap ilk illərdən bugünə qədər çəkilən həm Sovet dövründə, həm müstəqillik dövründə çəkilən filmləri gözünüzün qabağına gətirin. Azərbaycan torpağının gözəlliyi, Azərbaycan tarixi, Azərbaycan zəhmət adamı, torpaq adamı, zəhmətkeş əlləri, Azərbaycan ziyalıları, həkimləri,
müəllimləri, sənətkarları, Azərbaycan qadının gözəl, Azərbaycan sayağı məhəbbət və s. və s. Onlar nə dərəcədə ekranda öz əksini tapdı? Yarın bir düşünək və gördüyümüz filmlərdə istədiyimiz bu Azərbaycan kinosunun ən başlıca vəzifəsidir. Bütün bunları yüksək səviyyədə əks etdirmək. Azərbaycanlının, insanın, təbii ki, Azərbaycanda çəkilirsə Azərbaycanlının daxili aləmi. Hansısa bir film görmüsünüz ki, orada onların daxili aləmi, onun yuxuları, onun məyus hissləri, onun şübhələri görmüsünüz? Həqiqət axtarışları. Hansı filmdə Azərbaycanlı bir həqiqəti, detektiv yox, müstəntiq, qatil kimi yox, həqiqəti axtarsın. Həyatın mənası haqqında düşünsün. Siz ekranda həyatın mənası haqqında düşünən bir qəhrəman görmüsünüz ya yox? Mən deyən boşboğazlıq deyil. Əsas odur ki, boşboğazlıq deyil. Amma bilirəm ki, bəzi adamlar qulası onlar üçün bu gülməli bir boşboğazlıq olacaq. Çünki özlərinin daxili aləmi yoxdur. Nə qədər bizim qəhrəmana soyuq olanda geyinir, acıyanda yeyir, yoxsa gələndə yatır. Mənəvi dəyərlər yüksək olmalı. Əks halda qulaq asın məni diqqətlə. İncə sənətin, o cümlədən kinonun ən başlıca vəzifəsi dediyim kimi mənəvi dəyərləri maddi dəyərlərdən üstün qoymaqdır. Və cəmiyyətdən hər bir xalqın, millətin buna böyük bir ehtiyacı var. İncə sənət və mədəniyyət bunu öz boyuna götürməsə, onu eləməsə, hansı başqa bir sahə mənəvi dəyərləri maddi dəyərlərdən üstün tutur? Hansı sahə? Din. Əksarda olacaq da din. Din hər şeyi idarə edəcək. Mənəvi hər şey, beyinləri din idarə edəcək. Başa düşürsünüz mən. Cəsənət də bu funksiyanı eləmək. Aziz müəllim, mütləq ki, bu ideyalar, bu istək, bu enerji ilə dolub daşan bir insan kimi yəqin ki, hansısa bir işləriniz var, hansısa layihələriniz mütləq ki var. Bir layihə haqqında fikirləşirəm. Nə gözləyir sizdən? Biraz bölüşün bizimlə. Mövzu da elə insanın daxili aləmi. Qəhrəmanın daxili aləmi. Bu yaxınlarda yəqin ki... Yox. Mən bilirsiniz, mən uzun illər heç nəfəri bir şey çəkə bilmədim, bədii. Çünki Qarabağ bizdə olmayanda mən şəxsi mən təhqir ediblər. Mən sənədli layihələr keçirirdim, sənədli filmlər çəkirdim. Torpaqlar qayıtdı, artıq mən bu mövzu ilə qutardım. Artıq ancaq sənət problemi idi. Hələ ki, nə qədər bilməm qaldı, belə. Amma gözləyirik sizdən. Bəli, özüm də gözləyirəm. Bilirsiniz necədir, bədii film, sənət əsəri yaratmaq mənim həyatımın mənasıdır. Və həyatımın başqa bir, təkcə təbii ki, qıraqda şeydə görülməkdə də övladlarımın can sağlığını biz qırağa qoysaq, məktəbdə təbii ki, övladlarımın can sağlığı qalan şey ancaq bu həyatımın mənasıdır. Aziz müəllim, bəs kino ilə məşğul olmaq istəyən insanlara əsas məsləhətiniz nə olardı? Həyata çox diqqətli olmaq və onu əks etdirmək. Həyatın, xalqımızın bədii obrazını ekrana gətirmək. Bədii obrazını, bədii həllini yaratmaq. O ölkəmizin, torpağın bədii. Bunu bəzən çox bayağı olaraq deyil, ayaz salay Azərbaycançılığı haqqında danışır. Yox, bu ideoloji bir şeydir. Bədii obrazını, xalqı necə Fellini onu edir, İtalyan xalqını gətirir, məsələn, necə Antonioni, necə məsələn Bergman, İsveç xalqının obrazını yaradırdı və s. və s. Bugün mənə elə gəlir, bu mübahisəli şeydir, mənə elə gəlir ki, Qərbdə Azərbaycan kimi ölkələrin incə sənətini, o cümlədən kinematografiyanı
elə formalaşdırmağa çalışırlar. Nə hansı əsərləri dəstəkləyirlər ki, orada yəni müsəlman şərq ölkəsinin sakini ən başlıca problemləri maddi problemlər. Bunlar yazıqdır, bunlar işıq pulu verə bilmir, bunlar özünə böyle İran kinosu çox filmlər belədir və s. və s. Buna qarşı müqavimət göstərmək lazımdır və mənəvi problemlərlə yaşayan, dünya problemləri ilə o cümlə yaşayan insanları ekrana gətirmək lazım. Əziz müəllim, nə yaxşı ki gəldiniz. Çox sağ ol. Mən sizə can sağlığı arzu edirəm. Çox sağ ol. Və inşallah əsl o dediyiniz kinonu biz mütləq ki bu yaxın ekranlarda görəcəyik. Minnətdaram. Hörmətli dinləyicilər, bugünkü qonağımız əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Ayaz Salayev idi. Cinema Radio, Cinema Radio, Cinema Radio.